Oyunun axırıncı 3 dəqiqəsi mən uduş vəziyyətində idim. Amma yenə də Nakamuranı unutmaq mən üçün çox emosional. Hamı deyir ki, Nakamuranı unutdu, amma mənə gəlir ki, elə də böyük şey deyil açığı. Mənim məqsədlərim bu dəqiqədə Grossmeister olmaqdır. Bir il zamanında 2600-2700 reytingim olsa, dünya çempionu haqqında olmaq fikirləşmək olar. Mən də 13 yaşım var, 6 nömrəli məktəbdə, Tofiq İsmayılovun adlı məktəbində oxuyuram. Ailəm 5 nəfərdən ibarətdir. Anam, atam, bir bacım, bir qardaşım və mən. Ən çox atam dəstək eləyir, amma anam da həmişə yanımdadır. Mənim şahmata 4-5 yaşım olan